Salam əziz dəyərli izləyicilər. Bugün sizə Əqrəb bürcünü təqdim edirəm əzizlərim. Bax əziz Əqrəb. Elə bil bu həftə siz üçün dönüş nöqtəsidir. Sanki həyat səni sakitcə kənara çəkir. Bəlkə də içində yığdığın sözlər, sustuğun mövzular, görməzdən gəldiyin hisslər ki var, tək-tək ortaya çıxacaq. Bu qorxulu görünə bilər sizin üçün, amma əslində şəfalanacaqsan. Sən artıq köhnə enerjiləri daşımaq belə istəmirsən. Çünki daxilində güclü bir dəyişmə ehtiyacı var. Hər kəsin görmədiyini görəcəksən, hər kəsin hiss etmədiyini sən hiss edəcəksən. Bu həftə deyərdim sizin intuisiyanız sizin silahınız ola bilər. Bəzən bir baxış, bəzən bir söz, bəzən bir sükut sənə çox şey danışa bilər. Ətrafındakı bəzi insanların əsl niyyətlərini indi daha da aydın görəcəksən. Maskalar düşür, həqiqətlər açılır. Sən elə bir əziz Əqrəb, sən artıq yarımçıq qalan münasibətləri, qeyri-səmimi əlaqələri qəbul etmirsən. İş həyatında hər şey dərhal nəticə verməyə biləcək, amma bu səni ruhdan salmasın. Bu həftə deyərdim ki, toxum əkmə mərhələsidir sənin üçün. Sən indi gələcəyin üçün elə bir ki, zəmin yaradırsan. Bəzən gördüyün zəhmətin qarşılığını dərhal almırsan. Amma unutma, sən Əqrəbin səbirlə qurduğu yol sonradan çox möhkəm ola biləcək. İş yerində gizli rəqabət, səssiz mübarizələr hiss edə bilərsən. Bəzi insanlar sənin gücünü qəbul etməkdə çətinlik çəkir. Yəni açıq-aşkar olmasa da arxandan danışılan kəlmələr, sözlər eşidə biləcəksən. Yəni sən bunları hiss edirsən artıq. Kimə nə qədər güvənəcəyini belə daha yaxşı biləcəksən. Artıq tək başına hərəkət edirsən. Planlarını hər kəslə paylaşmayacaqsan. Bu sənin xeyrinə olacaq əzizim. Bax, daxilində böyük bir potensial var. Onu doğru zamanda ortaya qoymaq sənin üçün ən çox, yəni sənin əlində ola biləcək. Maddiyyat məsələlərində deyərdim ki, səni daha da ciddi düşünməyə vadar edir maddiyyat. Amma maddiyyatla əlaqəli də dərslər alırsan. Maddiyyat sənin üçün sadəcə bir vasitədir. Gəlir xərclər arasında balans qurmaq vacibdir sənin üçün bu aralar. Keçmişdə etdiyin maddiyyat səhvləri indi sənə dərs olur. Gözlənilməz xərclər çıxa bilər, xüsusilə ailə və evlə bağlı. Amma eyni zamanda keçmiş bir pulun gəlməsi, ya borcun qaytarılması, ya gizli bir maddi imkan ortaya çıxa bilər. Bu dövrdə riskli qərarlardan uzaq durmaq lazımdır. Sakit planla, nəzarətli addımlar sənin üçün daha da əziz Əqrəb sənin üçün xeyrinə ola biləcək. Yeni başlanğıclar, T hərfi birinin elə bir sıxıntısı varmı? Ürəyində bir sıxıntı mı varmı? Bax, açar əlində, amma açar ala bilmir. 6 ayın içində və 6 aydan sonra bir sevincləriniz ola biləcək. Ailəyə çox bağlısan, önəmli söhbətlər ola biləcək. İçinə atdığın bəzi gizli göz yaşları oldu. Biraz səbr et. Qorxu, qayğılar içində var. Qarşı tərəflə ikiniz də bir-birinizi gözləyirsiniz. Önəmli iş görüşməsi də ola biləcək. İstədiklərin dilə gətirirsən. Bəlkə də birindən ayrıldın, yoruldun, qarşı tərəfi sənə qarşı dəyişdiyini hiss etdin. Maddiyyat məsələsinə də çox həssassan, çox zaman sən Əqrəb aldadıldın. S hərfi, Ş hərfi bir anlaşma, bir sözləşmə edə bilər. Bir işiniz maydan sonra həyata keçirilə bilər. Sizi yanlışa çəkən biriləri ətrafında ola bilər. Zaman lazımdır, tələsmə, diqqət et, düşün. Düşünməmiş addımlar atma. Alacağı verəcəyi biraz diqqət et. Bu həftə 4 həftəyə ciddi addımlar atacaqsan. İşin gücün yaxşı getməyə başlayacaq. Sizdən biraz küskünsən birinə qarşı, amma xeyirli xəbərlər gəlməyə başlayacaq. Bir şey içini yemiş. Ailən və ya qohumla birisi ilə barışı ola bilər, həyat elə bir sənlə, elə bir həyatından birisini çıxara bilmirsən.
İşinlə əlaqəli bəzi sıxıntılar var, görüb görməzdən gəldiklərim var. Xəstəniz varsa, elə bir həkimini dəyişmək istəyəcəksiniz. Subay olan əqrəblər bir lüks dadını keçirtmək istəyir, həyatın dadını çıxarmaq istəyir. Bir fürsətlər gələcək, dəyərləndirə biləcəksiniz o fürsətləri əzizim. Artıq o qədər yoruldun ki, deyirsən ki, olursa olsun, olmursa olmasın, yorğunluq var canında. Sən əqrəblər üçün sevgi bu dövrdə ya hər şeydir, ya da heç nə. Səthi münasibətlər səni yormaqdan başqa bir işə yaramır. Əgər həyatında biri varsa, sevdiyin partnyorun varsa, aranızdakı bağ daha da dərinləşə bilər, amma bu yalnız dürüstlük varsa mümkündür. Gizli saxlanan sözlər, deyilməmiş hisslər bir partlayışa səbəb ola bilər. Bu həftə ya münasibət yeni bir mərhələyə keçir, ya da səni yoran bağlar səni elə bir qopa bilər. Subay əqrəblərsə çox güclü, elə bir karmatik bir tanışlıq ehtimalı var. Bu insan sənin həyatına təsadüfən girməyəcək. Keçmişdən biri də yenidən gündəmə gələ bilər, amma bu dönüş sınağın ola bilər. Eyni səhvə təkrar etməmək üçün diqqətli ol. Sevgi həyatı səni çox dəyişir. Özünü çalış ki, itirməyəsən. Ailə içində də uzun müddət danışılmayan mövzular yenidən gündəmə gələcək. Xüsusilə valideyninlə, yaxın qohumlarla bağlı emosional söhbətlər mümkündür. Bəzən anlaşmamazlıq hiss edə bilərsən. Sanki sən çox şey verirsən, amma qarşılığında eyni dərəcədə dəyər görmürsən. Bu hiss doğrudur, amma unutma, hər kəs sənin qədər dərin hiss edə bilmir, əziz əqrəb. Enerji dəyişmək istəyirsən, yer dəyişimi ola bilər. Evdə yenilik, təmizlənmə, köhnə əşyaların atılması və ya əşyaların yeri dəyişilməsi ruhuna yaxşı təsir edə biləcək. Ailə içində sərhədlərini qorumağı öyrənmirsən artıq. Bir xəyanətlə üzləşə bilərsən. Mən xəyanət deyəndə çox vaxt deyirlər ailədə, nə bilim, sevgidə. Xəyanət hər bir şeydə, dostluqda da ola bilər, qohumluqda da ola bilər. Bir yalana biləcəksən, bir xəyanət görə biləcəksən. Birilərin sözünə məruz qala biləcəksən. Önəmli gəlişmələriniz ola biləcək. 15 gün içərisində səni acıdan bir şey olarsa, bir vəziyyətlə qarşılaşarsansa, bu səni biraz tədirgin edə bilər. Sənə qarşı olan insanın üzünə nə lazımsa sözü deyəcəksən, sənə zərər vermək istəyənləri görəcəksən, amma zərər verə bilməyəcəklər. Sürekli tez-tez düşünürsən, seçenəklərin var. Xeyrimə hansıdır, hansı xeyrimə deyil, bunları düşünəcəksən, qərarını verirsən, çox yorğunsan, əl bacarığınla etdiklərin var, platonik bir sevgi, duyğularını ifadə edə bilmir qarşı tərəf, bəzən ego çatışmaları, yəni sən belə etdin, mən belə etdim, sən hələ getdin, mən belə ego çatışmaları ola bilər aranızda. İki tərəf də biraz bir-birinizə qarşı qara düşünərsiniz. Buğa qız bürcündən, oğlaq şir, hər bir şeyə çalış, diqqət et, həyatında varsa da bu bürcdən biriləri, biraz aranızda söz-söhbət ola bilər. Çox şeylər açığa çıxacaq, çıxmamış şeylər açığa çıxacaq, duyğular var, yəni açığa çıxmamış duyğular da var. Sevinəcək xəbərlər də ola biləcək, maddiyyatla bir şeyi həll edəcəksən, gizli izləri. Sizi, bax burada sizi gizli izləyən biriləri var. Keçmişdə bir ayrılıq yaşadın, səninlə çox maraqlanırlar, görüşmürsən, amma o insan səninlə çox maraqlanır, gizli izləyir, ağlı səndə qalıb. Bu sıralarda, bu aralar çox yorğunsan. P hərfi biri xəbər gətirə bilər sizə. Zamansız işləriniz var, qaçaqovda olursunuz, yardım sevərsiniz. Bəzi insanlara sərhəd qoyacaqsınız. Bəzi insanlar həyatından getdisə, haqq etdilər, getdi deyə düşünürsən, bırax, doğru olanı etdin sən, özünə güvən, artacaqsan. Bu həftə dəstəkçi də ola bilərsən, sənə dəstək də olanlar ola bilər, fərəhlik ola biləcək, sənət işləri həll ediləcək, kredit çəkmək istəyən ola bilər ki, bankla məsələləriniz, işiniz ola bilər, qısqanclıq hissləri.
xeyirli bir şeylər ola biləcək. Özü də bu həftə gördüyünüz yuxular sizə bir işarə yollaya biləcək əzizim. Sosial çevrəndə ciddi insanları süzgəcdən keçirə biləcəksən. Dost dediyin bəzi insanlar əslində sənə nə qədər yaxın, nə qədər uzaq olduğunu hamısını görəcəksən. Qonşularla, ətraf mühitlə bağlı xırda söz-söhbətlər ola biləcək əzizim. Böyütmə çalış. Bəzi dostluqlar, yoldaşlıqlar aranızda bitəcək. Bəzi dostlar doğrudan da doğru dostları yanında saxlayacaqsan. Yerinə inanın ki, yüngülləşəcəksən. Yeni tanışlıqlar, sağlam əlaqələr gələcək həyatına. Sən artıq hər kəslə sir paylaşmaq istəmirsən və bu çox doğrudur əziz əqrəb əzizim. Karyeradan irəli yeniliklərin ola biləcək, rəsmi işlərdə diqqətli ol, təyinatın ola bilər, təyin edə bilərlər harasa səni işə, layihələrinlə, işlərinlə irəli gedəcəksən, sevgi həyatında 8-nə, 15-nə diqqətli ol, ayrılıqlar da ola bilər, negativ enerjilə, pis niyyətli insanlar da ola bilər, həyatına diqqət et, gözlərini açıq, yəni oyaq ol. 2-si, 3-ü, 4-ü biraz çətinliklər çıxa bilər ortalığa. Gələn xəbərlərə diqqət et. 14-ündə bəzi şeyləri anlamaq, başlanğıclar bəzilər üçün addım ataraq cəsarətli addımlar ata biləcəksiniz, sevincləriniz ola biləcək. Qorxmadan mən bunu edirəm. Birilərinə elə bir yarasına məlhəm ola biləcəksən. Ayın 7-sindən sonra hesabla 5 gün boyunca, ayın 7-sindən sonra sevgi həyatında da diqqətli ol. Davadalaş eləmə, hər sözü böyütmə, enerjini təmiz tut. Maddiyyat arxasınca gedirsən, sağlıqlı, güclü dayanacaqsan, sevgidə əngəllər ola biləcək, öhdəsindən gələcəksən. İşıq sizin üzərinizdədir, enerjinizi yüksəldib başarılı olacaqsınız. Əlinizə maddiyyat gələcək, uğur şans sizinlə olacaq. Dərinliklərlə hərəkət edərək görməzdən gələn gerçəklər üzə çıxa biləcək, bir üzləşmə, güclənmə, üzləşmə ola biləcək. İşlə əlaqəli bir araşdırma edə bilərsən. Təklif gələcək, tələsik qərar vermə, riskə girmə, yenə dedim. Danışılmayanlar hər şey danışıla bilər. Sənin işi pozmaq istəyənlər var. Sevginizdə də, işinizdə də pozmaq istəyən insanlar var. Ara-ara səni görmək istəyən biriləri var əzizim. Düz sənin dəyişməyi hamısı qəbul etməyə də bilər, amma sən yoluna davam edəcəksən əzizim. Yenə də heç kəsə baxmadan yoluna davam edəcəksən. Sənə kim qiymət verir, kim sənə dəyərli bilir, sən də onun dəyərini biləcəksən əzizim. Ailə içində də övladın üçün, övladını düşünürsən, bəlkə də övladın ailə münasibətini, şəxsi həyatını düşünürsən, İnşallah övladın üçün də yeniliklər olacaq. Övladın sınaqdanmı, imtahandanmı, düzdür, istədiyi kimi yox, biraz balını yığa biləcək. Yəni bu biraz üzücü olmayacaq, narahat olmayın. Bir də övladınızla qürur duyacaqsınız. Bir övlad xəbəri, bir hamiləlik xəbəri də sizi sevindirə bilər əzizim. Diqqətinizə görə var olun, sağ olun, dəstəyinizə görə çox sağ olun əzizlər.